Salam aleykum, hamını yeni videodan salamlayıram. Çoxdan da taksi vlogu gəlmirdi. Və nəhayət ki, taksi vlogu gəldi və hansı gündə videonun başlığından da gördüyünüz kimi 31 dekabrda bu günləri işə başlayırıq. Və bu arada yeni ilimizi də təbrik edirəm. İzləyənlərin əksəriyyəti taksi sürücüləridir. Onlara arzum budur ki, gələn ilə kimi özlərinə bir yaxşı bir iş tapsınlar. Ürəkləri istəyən iş tapsınlar. Taksiyə bir daha geri dönməsinlər. Amma belə işləyənlərin də Allah ruzusunu yetirsin. Allah qazanclarına bərəkət versin. Yeni il düşərli olsun. Ən azı qəzasız, bəlasız olsun. Yəni sürücü adama lazım olan iki önemli şey var. Biri can sağlığıdır, biri də maşının can sağlığıdır. Hardan ki onun ruzusu gəlir. Maşınlarımız da sağlam olun, özünüz də sağlam olun yeni ildə. Yeni il 2026-cı il sizə yaxşı mənada yadda qalan olsun. Belə bir 5-10 dəqiqə olar xəttimi aktiv eləmişəm. Ümumiyyətlə səhər də 1-2 dəfə də baxdım, yoxladım. Yəni biz taksinin nəbzini necə yoxlayırıq? Yəni açırsan bir Boltun bir xəritəsini, bir baxırsan ona yuxarıdan və mənzərəni tam olaraq görə bilirsən. Yəni hər yerdə 1.1 maksimum 1.2 əmsal görünür. Və xatırladım ki, artıq saat 3-dür. Səhv eləmirəmsə keçənləri belə deyildi. Keçənləri əməlli başlı burada yatanların hamısı taksi sürücüləridir. Bu biznes olanlar, bu biznesin taksiləri doludur burada. Hamısı gəlib bura. O Unizetlər falan hamısı. Bunları bilmirəm. Bu hangiləri çıxardıblar yoxsa yox. Onlar da taksidəydilər. Buradakı xəttimizi ümumiyyətlə bağlayaq. Bunun mənası yoxdur. Şəhərdə əmsal yoxdur. O da ki, nə qiymət yazacaq. Ümumi olaraq da deyim ki, BYD Destroyer'da indi yeni izləyənlərdən bəlkə kimsə oldu maşınımız. Bolt'da komfort kateqoriyasına, yəni ekonom və komforta gedir. Yango'da da komfort plus kateqoriyalarına uyğun gəlir. Sözüm yaxşı qaldı ki, yəni bu gördüyünüz əmsallar keçənləri səhv eləmirəmsə belə deyildi. Yenə də bu keçənləri işləyənlərdən rəylərdə yazarsınız, görək mən yanılıram yoxsa yadımdan çıxıb. Videosu var əslində. Bir 2 ildir səhv eləmirəmsə mən yeni il vlogları çəkirəm. Hər ikisində işləmişəm, pis olmayıb. Yadımda da məbləğ təxminən 150 180 yoxsa 170 bu civarda olub məbləğlər. Bu illərdə işləyəcək, amma lap çox da yox. Açığı hansı saatlarda işləyim özüm də bilmirəm. Çünki belə deyək də bu əmsalsızlıqdan adam işləmək istəmir. Yəni 31 dekabr adam istəyir işləyə ki, minimum sifarişin qiyməti sonrası bir 10 manat ola. Dünənlər 30 dekabrda əslində işləmişəm. Elə də çox işləmədim. Təxminən fikirə 28 manat 60 qəpikdir. Bu sifarişlərdən biri də Levo'ya fırlandı. Getdiyimiz ünvan dəyişildi başqa ünvana. Həmən ünvanda gözlədim, xəttimi bağladım, qayıtdıq köhnə ünvana, birinci vurduğum ünvana. Gözləmə də yəni 6-7 dəqiqə, yəni düzdür və gözləmə də olmayıb. Müştəri sağ olsun 20 manat verdi. Belə, amma dünənləri, demək dünəndən aktiv olub, səhv eləmirəmsə 1 yanvara kimidir bu. İndi yəqin ki, siz videonu görəndə bu söhbət ləğv olacaq. İmtinalar. Mən burada indi sayın göstərə biləcəm sizə yoxsa yox. Dünəndən bilirsiniz ki, deaktiv olunub. Yəni vay.
İlk sifarişimizdir. Gəlin sifarişimizi qaçırmayaq. Yaxınadır sifariş. Sadəcə səsini azaltmışdım, səsi gəlmədi. Aliona. İlk sifarişimizi icra edək. Buradan xəttimizi bağlayaq. Bəlkə axşam baxarıq. Görək Yango yaxşı yazsa. Yango ilə də işləyərək, Boltla da işləyərək. Prosta Boltun üstünlüyü nədir bu günlərdə? Elə sözüm yarımçıq qaldı. İmtinaya görə faiz düşmür. Yəni mənim faizim dünəndən 96-nın 85-i olaraq qalıb. Bu da taksi sürücülərinin dostları. 3 maşındılar, maşallah olsun. Gəldik, çatdıq Ağşəhərə. Ödəniş kartla idi. Qınamayın. Normaldır, 5 dəqiqə təxminən çatdıq. 5 dəqiqə olmasının bir 6-7 dəqiqə çatdıq. 4.80 kifayət qədər normal. Yəni bugünkü reallıqla götürsək normal qiymətdir. 14.58, 15.04. 6 dəqiqə hələ mən gedişi gec bitirdim. Təxmin elə 5 dəqiqə vaxtım getdi. Yəni 5 dəqiqə üçün 5 manat yaxşı qiymətdir. Bir də mən dünənləri çox imtina elədim. Özümdə də baxdım, nə bilim, bəlkə 300 dənə imtina elədim. Əslinə qalanda indi baxıram ki, və sonra da bizim taksi WhatsApp qruplarımız var, bilirsiniz ki. Orada da baxdım ki, uşaqlar da eyni söz deyir ki, yəni imtinanın özü belə verilməsi özü də bir şey deyil. Yəni adam bu yaxşı deyil, bu yaxşı deyil, bunun qiyməti aşağıdır, bu kartla vurub, nə bilim, Yasamalı istəmirəm, Ağşəhərə istəmirəm, bura istəmirəm, ora istəmirəm. Qalırsan, vaxt gedir, elə bir imtina eləyirsən, bu yaxşı deyil, o yaxşı deyil. İçindən istəyirsən, ən yaxşını seçəsən, o da gec gəlir. Yəni durursan 20 dəqiqə yerində, elə bil ki, başlayırsan ancaq sifarişləri imtina eləmə. Sonra birini götürürsən, baxırsan ki, sonda mən nə işlədim ki, məsəl üçün. Yəni o şey pisdir. Kimin ki, amma istiqamət vurma, istiqamətlər çoxdursa rahat işləyə bilərdi. Yəni yaxın məsafəni vurursan, ancaq o sifarişlər sənin üzərinə atır. Başlayırsan işləməyə. Belə birinci sifarişmiş 4.80-dir. Görə daşın olur. Bilməm, ara kimi işləyəcəm. Baxıram ki, hələ ki qızışma yoxdur. Görürsünüz ki, hələ də yenə də 1.1, 1.2 əmsaldır. Görək necə olur. Sifarişi götürmədim açığı. Və bu arada sizə vaxtı deyim, açığı işləməyə də fikrim yoxdur çox da. Bəlkə getdim evə tərəf, iş normallaşanda çıxaram. Cookshop idi, təxminən Targovu tərəfə. Düzdür, biraz sarımtıllıq ərazisi böyüyüb, amma yenə də maksimal əmsal 1.2-dir. Və 40 dəqiqədir, təsəvvür edin ki, sifariş yoxdur. Yəni belə şey görülməyib. Açığı mən görməmişəm. Bu arada tripimizi yeniləyək, yadımdan çıxmışdı. Bura bir 5-6 kilometr əlavə edərik. Bu arada probegim də, ümumi probegimi 90 mini vurdum. Gəlin burada da benzin sərfiyyatına baxaq. 2047'den üzerinden ne gelse onları hesaplayacağız. Axmaq yerdə də əslində sifariş, amma yenə də götürdüm. Biz bir dənə də evə tərəf sifariş versin, inşallah onu götürüb gedəcəm evə. Belə olmaz. Gəldik, çatdıq Bakı Palasının qabağına. Qiymət 480 idi. Ödəniş yenə də kartla idi.
Belə hələ ki 2 sifariş icra eləmişik, amma 1 saatdan da çox onlaynam. Nə bilim, qəribədir. Sifarişlər niyə yoxdur, anlamıram tam da. Belə baxanda şəhərdə böyük tıxac da yoxdur əslində. Görə bilərsiniz də bura. Buradan görünür. Yəni bu tıxac deyil hələ ki. Yenidən yaxın sifarişlərdir. Yenə kart, yenə ben burada değilim axı. Mən gedəm Fırrana MyWays. Sən niyə yalan danışırsan? Nabil. Bu da 3-cü sifarişimiz. Yenə də kart, yenə də 480. Təxminən gəldi içəri şəhərə tərəf. Belə, nə deyim, yəni saat 5'e qalıb 20 dəqiqə. Hələ də iş tam olaraq düzəlməyib. Yəni o cəhətdən ki, gördüyünüz kimi, yəni maksimum 1-3 əmsal var bəzi yerlərdə. Ondan yuxarı deyil. Artıq istiqamət vurdum Üzeyvə tərəf, yəni çünki belə işləmək olmur. Yəni bu qədər aralıqla sifariş verməsin, 31 dekabrdan açıq gözləmirdim. Təxminən bu 7-8-9-a qədər olan aralığı hardasa başa düşürəm. Cəmaət kimi evində, kimi restoranda oturub yeyib içir, sonra çıxır. Yəni həmin aralıqda sifarişin olması başa düşüləndə, amma yəni günorta sağı açıq belə performans gözləmirdim. Nəsə Üzeyv istiqamətinə 1-2 ya 1 başa versin sifariş. İnşallah aparaq. Axşam baxarıq. Görək saat neçədə çıxırıq. Ev istiqamətinə sifarişimizi verdi. Nizami küçəsində. Təsəvvür eləyim, mən durmuşdum. İçəri şəhərdə sifariş bitirmişəm. Oradan Nərimanov heykəlindən 28 falan hamısını düşmüşəm. Gəlib parkda parkovka elib dayanmışam. Yəni sifariş yoxdur. Hələ istiqamət vuranda bilirsiniz də biraz prioritetiniz olmuş kimi olursunuz da, yəni tutaq ki 5 nəfər dayanıb, hətta sizdən reytingdə yüksək olan bir maşın, ola bilər reklamlı maşında olsun, fərqi yoxdur. Əgər siz istiqamət qoymuşsunuzsa, o sifarişi 99% ki sizə birinci verəcək. Çünki siz istiqamət qoymuşsunuz. Belə bu sifarişimizi icra eləyək. Gedək bitkə yeməyimizi yeyək. Görək də ya axşam, ya gecə baxacam. Hər hansısa birində çıxacam, işi davam edəcəm. Demək belə mən təzə şəhərə qaydası oldum. Niyə? Çünki müştəri düşəndə yaxşı deyək ki, razı oldum. Qiymət demək 9.70 idi. Əslində elə də çox vaxtımızı aparmadı məncə. 17 dəqiqəyə çatdıq buradan xalqlara. Qaqaş xanımı düşürtdü. Mənə dedi ki, mənə təzədən qaytara bilərsiniz zəhmət olmasa. Ödənişi 2 qat atıram. Orada istəyirsən vurmayayım da heç. Dedim lap yaxşı. Dedim yəqin ki 20 manat atar. Sağ olsun 25 manat atdı. Və yaxşı da ki şey eləmədim də, yəni imtina eləmədim gəlməyimdən. Dedim gələrəm, ev yox, bir dənə də istiqamət vuraram. Yəqin ki birində verər. Saat hal-hazırda 6'dır. Aha, bu nədir? Yeni il günü 25% bonus qazanın. İşte takoya. Bir dənə bunu incəliyim. Bu indi gəldi mənə. Görüm nədir, sizə də deyəcəm. İndi çıxdı ekrana. Maraqlı təklifdir. Yəqin ki bunu demək 5 dənə gediş eləyirsiniz. Belə başa düşdüm. Biz qəliz yazıblar. Yazıb kampaniya saatlarında 5 gedişi tamamlayın və hər növbəti gediş üçün səfər haqqının 25%-ni
bonus olarak geri əldə edin. Başa düşmədim. Ya 5 dənə sifarişi bitirib və принятие подходящих заказов 30% minimum qəbul etmə faizi olmalıdır. Yəni tamamlanma. Ondan sonra bu aktiv olunurmu yoxsa nəmi? Tam anlamadım. Bugün 18:00-dan aktiv olundu. Yəni 1 dəqiqə bundan qabaq artıq aktiv olunub və bütün kateqoriyalara aiddir də. Yəni gördüyünüz burada bütün kateqoriyalar var. Neyse tamamlaya bilsək bilərik, bilməsək nə bilim 25% elə bunun komissiya haqqıdır da, yəni belə deyək. Komissiya haqqın çıxarmış olursunuz da, yeni günü 25% bonus kazandı. Yəni 25% tutur zaten. 25%'in geri qaytarsan, yəni işləsən Boltdan, Bolt heç nə qazanmır. Kimi görünür, nə bilim. Nəsə bir sifariş gəldi. Mən onu xəritəni yaxınlaşdırana, fikirləşənə dedim götürüm, təxminən Koroğlu tərəf fikirləşirdim. Elə azmaz da elədim. Müzəffər Nərmanov küçəsidir. Bilmirəm, prosta yol buradan açıq olacaq yoxsa yox, açıqdır, bilmirəm. Yəqin ki açıq olar. Qaraç Ulduz metrosu Koroğlu tərəf, təxminən oralardır. Qiymət 6.70'dir. Sifariş də gələn kimi qaqaş sırası yığdı. 100% bayaqdan bunu heç kim götürmür. Kimin nəyinə lazım indi bu dəqiqə? Ulduza tərəf geçsin. Cəmaət şəhərin içindəki sifarişləri minnətlə götürür. Belə, gedək bu sifarişimizi icra. Oradan sonra yəqin ki komfort olmayacaq. Yəqin ki elə belə ekonomu da açaram ki bəlkə o tərəflərdən birində neftçilərə tərəf verdi. Bu da inşallah ki dəqiq gedərik evə. Başqa bir sürpriz olmasa. Demək elə dediyim kimi də Ulduzla Koroğlu'nun ortasıdır. Qiymət 6.80 idi. Müştəri 7 manat atdı. Bu günləri nağd pul ələ gəlməyib. Hamısı sifarişlər ya kart olub ya da nağd sifariş verib kart atıblar. Belə faizlərimiz də tərpənmir. Bolt sağ olsun. Gözəl təşəbbüsüydü. Belə bir dəqiqə burada ləngiyək. Sifariş versə verdi, verməsə yavaş-yavaş gedək evə tərəf. Ekonomla Bolt prioriteti də aktiv elədim ki, hər ehtimal bəlkə nəsə verdi. Demək gəldik evə, maşını qoyduq şarja. Şarj edib çıxarıq. İndi tam dolar, yarı dolar. Bilmirəm, axır ki dolar. Demək bir 6-7 dəqiqə olar. Çıxdım işə. Artıq saat 2'ye işləyib. Biraz gecə oldu. Allah qurban. Taksin tapılmayan vaxtı cəmaət hələ yenə də ümid edir ki onu kartla sifarişin kimsə aparacaq. Bir dənə də olsun yaxına sifariş yoxdur. Hamısı 20 yanvar, Yasamal, Alatava, Xan Şuşinski mərkəzə 13 kilometr 19 dəqiqə. Demək taksi WhatsApp qruplarında izlədim. Baxdım, gördüm ki elə hamı mən deyən deyir. Bu ilki yeni il bilməm, indi siz də rəylərdə yazarsınız. Yəqin ki hamısı çıxıb işləyib də, yəqin ki aşağı yuxarı görmüsünüz. Yəni keçən ilki kimi olmadı. Düzdür 12'də işə çıxmadım. Amma yenə də konkret görünən bu oldu ki sifariş keçənki qədər deyil. Özüm də bilməm nə sifariş üçün gəzirəm, amma bayaqdan imkanlar dayanmır. Yox, heç
Şadlıq saraylarının qabağında durmaq da o deyil. Bu arada şaşkini atmışam üstünə, amma inanmıram ki nəsə Lego sifariş ola. Klientlər niyə imtina edilir sifarişləri? Çox maraqlıdır. Nəsə sizi də çox yormayayım. İndi hansı sifarişi götürsəm onu sizə göstərərəm yəqin ki. İnanın artıq bezdim. Artıq bu soğuqda mən sifarişi şeydən götürdüm. Bura arada. Nizami rayon icra hakimiyyəti. Sifarişi kartla götürdüm. Yəni sifarişi imtina eləməkdən da bezdim. Yasamal, əcəmi, yeni yasamal, nə bilim, tərlan, mərlan. Bir dənə sifariş var idi. İşi ucu var idi orada. O da ki, nə mərkəzdə də çox idi. Yəni adam bu imtinaların belə olması adamın özünə də xeyri yoxdur. Sözümü nəyə gətirirəm? Bir dənə Pirşağıda sifariş var idi, 18 manat yazmışdı. Mən xəritədə bir dənə baxana kimi ki, bu Pirşağın təxminən hansı tərəfidir, sifariş çıxdı üzərimdən. 18 manat yazmışdı. Yəqin ki, bir 20 manat verərdi. Oradan da bir dənə dalini böyük ehtimal ki, olacaqdı. Nəsə alındıra bilmədim. Axır əsəbimdən götürdüm bu mərkəzə olan sifarişi. Gedək görəm mərkəzdə necədir vəziyyət. Bu nəsə bu yeni il, o yeni il deyil. Bu arada bir dənə o şadlıq evindən çıxan afisant çıxdı. Onu gətirdim neftçilər. Elə bit şey olub 5 manata. Hamısından inansız ki, sərfərisi odur. İndi götürdüyüm sifariş 9 manat mı, yoxsa 8 manat 10 qəpik idi. 9 manat 70 qəpik Holiday Inn Port Bakun yanı. O ümidlə götürdüm ki, gedim görüm bəlkə indi yeni ildən qalan, daha doğrusu köhnə ildən qalanlardan kimsə varsa orada götürək aparaq, nə bilim, qismət Allahdan. Nəsə mən alındıra bilmədim. Burada da bu qədər adam var, nəyə gözləyirlər bilinmir. Belə yazarsınız bir dənə rəylərdə kim hansı saatda çıxdı, hansı aqreqatorla işlədiniz, nə qədər işlədiniz. Yangoda bu eynən bunu kimi eləsəydi, Yango ilə işləməyə dəyərdi. Prosto Yangoda mənim zaten reytingim 90'a düşüb, neçəyə düşüb. Sifarişi də əməli başda imtina ilə verdin, yəni aktivlikdən çıxır. Ona görə açığı qorxdum. Bəlkə şəhərdə baxaram indi qiymətlərə, bəlkə şəhərdə açdım. Hər qəraz gedək bu sifarişimizi icra eləyək. Ürək doludur, adam çox danışmaq istəyir, yəni heç gözlədiyimin 50% deyil bu yeni il. Bu da nəsə başqa cür oldu. Deməli, sifarişi gətirdi, qiymət 9.70, ödəniş kartla idi. Təxminən sifarişə 17 dəqiqədə vaxtımız getdi. Yaxşı deyil, normal gün üçün qiymət yaxşıdır, amma 31 gecəsi üçün məncə yaxşı qiymət deyil. Sifarişlər də yenə də arda-arda gəlir.
Vallahi bilmirsən hansını götürəsən. Məndən olsa bir dənə buradan yaxşıca bir dənə Dalini sifariş götürərdim, amma ki yoxdur yəni. Görürsünüz, hamıda bir dənə astanovka ilə taksi tapılmır deyə. Çox sifarişlərin ortasında bir dənə astanovka var. İkisi bir yerdə vurur. Lap elə bil ki, lap ucuzuna düşür də bunlar üçün sifariş. Bir də ola. Vasmoya sifariş buradan 7 manat 20 qəpiyə. Bax, qiymət deyil, bax, yeni ilin qiyməti deyil. Sən də düşməyəm dalımca ancaq marqat elə. Boltun sifarişinin çoxluğundan 1, 2, 3, 4 də imtina versən, ondan sonra ekran donurur. İkinci dəfə də ekran perizagruska verirəm. Vallahi işin olmayan vaxtda da konkret bu da bir tərəfdən mənə səbirətdir. Qardaşlar, nəsə iş tərs gətirəndə adam get-gedə biraz da alınmır. Biraz da əsəbləşsən, biraz da özündən çıxsan, biraz da elə bir ki, iş sənə protiv gedir. İnanın artıq da sifarişləri imtina eləmədən özüm də bezdim. Nəsə axır ki bir sifariş götürdüm. Özüm də bilmirəm hara. Yaxın dedən 5 kilometr yoldur. Elə belə açdım sifarişi. Demək artıq bura Qarayevdir. O da necə oldu? Sifarişim Milyonerlər Məhəlləsinə idi. Təxminən Teymur Əliyevin sonlarında olan bir otellərdən biri idi. Oğlum evdəsən, yat gəlirəm. Həmən söhbətlər. Nəsə, 2 sərnişin idi. Birini orada düşürdüm. Düşən pul atdı ki mənə. Pul atacaqdı daha doğrusu. Dedi nə qədər eləyir. Orada statistikə də göstərim. Qiymət, ümumi olaraq qiymət 5.70 idi. 9 dəqiqəyə çatdıq. Elə də uzaq bir sifariş dördü. Endirimlə düşmüşdü 4.60'a. Kompensasiyası vardı Boltun. 5 manat. Dedi yəqin ki, dedi xanımı da Qarayeva apararsınız. Yəqin ki o da 5 manat olar. Dedi mənə da bu vaxtda da bu Bolt belə eləyəndən sonra ürəyimdə deyirəm. 5 manat deyərsiniz də indi. Dedim deyin ünvanı Boltda vurun baxım. Çünki bunları da yola salan tamam başqa versiyaydı. Təsəvvürlə biri dillə dönmür deməyə 3 xanım içkili deyək də. Biri o birini yola salır. Bu da o birisini yola salır da, yəni bir-birini yola salırlar. Nə sözüm onda yox. Dedim Bolt deyin ünvanı təxminən vurun baxım. Vurdum baxdım doğrudan da elə bunların dediyi kimidir. 5.30'du. Hələ mənim özümə də indirim vermişdi güya. 4 manat 20 qəpiyə. Dedim 5.30 eləyir o da. Dedim ümumi nə qədər eləyir? 10 manat. Deyirəm yox da 10 manat 30 qəpik. Deyir nə qədər atım? Dedim 11 manat. Görürəm hər şeyi soruşur. Dedim 11 manat atın. Nəsə biz xeyli aralanandan sonra hətta demək olar ki, mən Qarayeva çata yolun yarısında gördüm kartıma 15 manat gəldi. Sağ olsun. İndi yolda gedəndə fikirləşib ki, mən də bu günləri baha işləyirəm. Oradan insafa gəldi, mən oradan insafa gəldi. Nəysə də, onlarda insaf olmur. Əlqərəz, belə də bir dənə də belə levimiz oldu. Hesab edin ki 10 manata Qarayeva gəldim. Və məncə ərəblər demişkən xalas. Bundan o tərəfə iş var ya, amma ki işləməyə dəyməz də. Yəni mən burada indi bir dənə də sifariş dirəşsəm bir dənə sifariş şəhərə tutaram. Şəhərdən də dirəşsəm birini tutaram. Hazır gəlmişkən. Xəttimi də niyə açsın? Dedim bəlkə yaxına nəsə bir Qarayevdən neftçilərə, neftçilərdən Qarayeva bu xalqlara falan verər. Evə gedənə qədər indi ona görə açıq qoymuşam. Nəsə o fason nəsə versə, hə, götürüb aparacam, yoxsa qalan sifarişlər mənlik deyil. Artıq buradan şəhərə get, axot yoxdur, həm də səhər
şəhər turundayam. Sabah turum var. Düzdür, yəqin ki gec başlayacaq. Qonaq da yəqin ki gecə çıxıb ateşfəşanlığa falan. Çünki baş salmışdım haralara getməlisə. Belə bilmirəm, mənə görə Allah bərəkət versin. Söz onda deyil. Amma ki mənə görə alınmamış bir-iki yenilik oldu. Yəni heç belə gözləmirdim. Yəqin ki sizin də əksəriyyətinizin gözləntisi belə deyildi. Çünki mən TikTokda da bir dənə paylaşım elədim. 70-80 min baxış gəldi. Heç bir gün tamamlanmamış, yarım gün ərzində. Elə bir günlər günorta paylaşmışdım. İşi işləyə-işləyə işin ortasında o Nərman və iki əl tərəfdə olanda paylaşmışdım. TikTok'dan məni izləyənlər bilir. Ona çalan baxış gəldi. Çalan da komment gəldi altına. Bəlkə bir 300 dənə, 400 dənə komment gəldi. Çoxsu da gördüm ki, yəni oradan da bəlli oldu ki, doğrudan da çoxsu əksəriyyət bir 80% deyərdim ki, bəli bunun fərqi nədir? Yəni keçən ili görənlər çoxsu təsdiqlədi ki, bəli doğrudan da iş zəif oldu. Bu gecə bir yarısı bu stopu belə əməl eləyirsə, bu polis görsə bunu saxlayır. Gecə stopu belə əməl edirlər, Allah saxlamış. Şeydir yəqin. Hə. 20% adam ola bilər ki, indi nəsə tutuzdurdu. Məsələn, çünki bayaq qrupa baxıram, taksi WhatsApp qrupuna. Park Bulvarının qabağından qaqaş sifariş tutmuşdu. Masazıra, uzağa yox, masazıra. Bəlkə də inanmıram çox da onun birbaşa masazıra 41 manat yazmasına, amma faktik olaraq gələn sifarişin şeyini atmışdı bizə. Yəni bizə də yalan borcu yoxdur da qrupumuzda. Uşaqların çoxsu Svoyskidir. Düzdür, 500-600 nəfər adam var, amma çox adam artıq bir-birini tanıyır. 41 manat yazmışdı. Yəni adam var tutuzdurdu da. Məsələn, Sibrizə dalini tutub get qayıt eləyənlər, yəni ən azı bir 25-30 manat o yana, 25-30 manat abratla yəqin ki yazıb. Yəni bunlar bəlkə də tutuzdura bildi, amma bizdə alınmadı. İndi məhəlləyə çatanda kilometrajı tam olaraq sizə deyəcəm. Burada çünki mənim bulvara gedib qayıtmağım da oldu. Bulvara deyəndə ki, Ağşəhərə getdim, qayıtdım. Təxminən onu da bir 15 kilometr saysaq, 5 kilometrdə səhər biraz tripi gec yeniləmişdim. Karoçi buradan elə 20 çıxsaq, ümumiləşdirib, lap 21. 85 kilometrlə aparacağıq hesablamamızı. Yanacaq sərfiyyatına da baxarıq. Hətta artıq bağlayıram zaten olsun. İndi maşını bağlayacağım deyə. Xətdən çıxacaq. Gəlin burada gediş sayımıza baxaq. Bir də saatlarımıza baxaq. Demək 3 saat 31 dəqiqə ayın 31-dən 1 saat 31 dəqiqədə demək yanvarın 1-dən ümumilikdə nə qədər elədi? 5 saat. 5 saata neçədən gediş eləmişik? Ayın 31-i 5 dənə. Burada da 2 dənə. Görün nə qədər sifariş imtina eləmişim. 136 sifarişdən cəmi 2-sini aparmışam. Nəsə 7 sifariş demək 5 saat aktiv işləmə saatı. Gedişlərimizi də ümumiləşdirəcəm. Çünki levellarımız da olub. Kartla da olub, nağd da olub. 2-dən 3-dən level olub. Bunların da hamısını sonda hesablayarıq. Proqramlansa gəlin baxaq görək nə qədər göstərir. Bugün üçün 15 manat 40 qəpik göstərir. Dünən üçünsə 30 manat 90 qəpik. Yəni ayın 31-i və 1-i. 31, o da 15. 46 manat proqramla. Biabırçılıq, yəni 2 sifarişin, 3 sifarişin qiymətidir. Yəni normal dalini gəlib gələn adam üçün. Belə.
Ümumiləşdirib yazaram. İzləmədə qalın. Kilometrajımıza uyğun yanacaq sərfiyyatımızı da hesablayacağıq. Yəni yanacaq sərfiyyatımıza da baxaq. 2050 də burada. İndi burada yadımda deyil neçə idi rəqəm. Videonun əvvəlində idi. İndi onları biri-birindən çıxıb yanacaq sərfiyyatımızı da hesablayarıq. Və tokla da biraz getdik. Toku da elə əslində yarısını istifadə eləmişdim Ağşəhərə gedib gələndə, amma yenə də 1 manat olaraq da ev yox. Onu da hesablayarıq. Açot-sotumuzu eləyərik, baxaq görək bu günə biz nə qazandıq. Və gəldik videonun hesabat bölümünə. Gördüyünüz bu yuxarıda olan birinci bizim 7-dən olan gedişlərimizdə, amma proqram üzərinə olan gedişlərdir. Faiz hesablaması üçün onları yazmışam. Və aşağıda da bu həm levi apardığım sifarişlər. Hansı ki şəhərə qaytardım. Bu 6 əşkadın üstündə verilən 20 qəpikdir. Yəni çay boylarının hamısını yazıram. 5 manat gecə çıxdığımda birinci levi olan sifarişdir və 9.30-da sonda evə gələndə əlavə elədiyim gediş. Demək, bu 7 gedişin məbləği elədi 46 manat 30 qəpik. Bəxşişlərimiz, yəni ki, levilərlə bir yerdə oldu 29.80. Bunu ayrıca yazıram ki, bunun faizin hesablaması getməsin. Faiz 11 manat 60 qəpik. Faiz 46 manat 30 qəpiyin 25% elədi 11.60. Benzin və amortisasiya xərcləri, benzinə demək 5 manat 40 qəpik getdi. 3.4 litr yanacağımız getdi. 95 yanacağı ilə hesablayanda 1 manat 60 qəpikdən 5.40 onlar oldu. Yəni benzin və eynən benzin qədər də amortisasiya xərcləri götürürəm. Bu minimal olmalıdır. Bunu nəzərə alın özünüzdə də. Və 1 manat da şarj haqqı. Beləcə bizim ümumi gedişlərə 5 saat vaxtımız getdi. Orada aktivlik saatlarını gördünüz. 5 saatın da üzərinə level'ları nəzərə alsaq, bunu indi yadıma düşdü deyə. Təxminən yəqin ki 6 saat vaxtımız getdi. Çünki şəhərə aparanda gedişi söndürmüşdüm, amma halbuki taksi işləyirdim. Və bir də sonuncu gedişi də evə gətirəndə ona da təxminən ikisinə bir yerdə 1 saat əlavə edə bilərik. Gediş sayımız 7 və yekunda qazancımız oldu 52 manat 70 qəpik. Yeni ilə dediyim kimi, yəni videoda dəfələrlə dedim, heç uyğun deyil bu məbləğin olması. Yəni keçən il, iniş il ondan yaxşı idi. Bəlkə mən düz yerə düşmədim, düzgün vaxtda düzgün sifarişi götürmədim, bilmirəm, amma sonunda belə bir şey alındı. Rəylərdə yazarsınız kimdə hansı məbləğ alındı, haralarda işlədiniz və boltdumu, yangodumu. Onu da öncədən deyim, bilək. Gələn ilə bilək hardan, nə cür necə işləyək, hansı proqramla işləyək. Faydalanaq da bir sözlə bir-birimizdən. Belə, bu videomuzdan da bu qədər. Allah ruzunuzu yetirsin. 2026-cı ildə bütün taksi sürücülərinə bol qazanc arzu edirəm. Minimum elə 6 saata təxminən normalda bu məbləği işləmək əslində yaxşıdır, amma 31 gün üçün uyğun deyil, yəni naşükürlük kimi çıxmasın. Adi günlərdə belə bir qazancımız olsa, məncə tam da normaldır. Belə, bu videomuzdan da bu qədər. İnşallah ki, gələn videolarda səslənərik. Sağ olun.